Ev mərkəzinin açılışını və bu tədbirdə Dağıstan rəhbərliyinin iştirakını qeyd edib. Böyük qayıdış proqramı çərçivəsində Qarabağa həyat qayıtmağa davam edir. Bu dəfə Xankəndi şəhəri və Ağdərənin Aşağı Orataq kəndi yeni sakinlərini qarşılayıb. Uzun illərin həsrətindən sonra ailələr doğma yurdlarının açarlarını təhvil alaraq yeni həyat mərhələsinə qədəm qoyublar. Və bölgədə aparılan bərpa quruculuq işləri qayıdış prosesinə həm də yeni bir intensivlik qazandırır. Elə bugünkü köçlə bağlı da sujetimiz var, gəlin izləyək. Xankəndi şəhərinə və Ağdərə rayonuna növbəti qayıdış prosesi baş tutub. Belə ki, Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Orataq kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb. Sakinlərə mənzillərin açarlarını Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim edib. Tədbirdə çıxış edən Səbuhi Qəhrəmanov sakinləri yurtlarına qayıtmaları münasibəti ilə təbrik edib. Onlara doğma torpaqda xoş günlər arzulayıb. O, bölgədə həyata keçirilən geniş miqyaslı bərpa, quruculuq və tikinti işləri barədə də məlumat verərək bildirib ki, sakinlərin burada rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb, sosial obyektlər istifadəyə verilib. O, həmçinin sakinlərin məşğulluq məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bölgədə yeni iş yerlərinin yaradıldığını, peşə hazırlığı və məşğulluq proqramlarının icra edildiyini, qayıdan vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunmasının dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O deyirləri göyün 7-ci qatında, mən 9-cu qatındayam. Sevinirəm, fəxr edirəm ki, mən büyük torpağımdayam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağ eləsin. Binöyrəni quran ulu öndərimiz Heydər Əliyev oldu. Gəldi, bəlanı qutardı, qəşəng binöyrə qurdu. O binöyrənin üstündə İlham Əliyev qəşəng bina tikdi. Şəhidlərimizlə, qazilərimizlə bir yerdə birləşdilər, bir yumruq oldular. Azərbaycanın tök tavanı birləşdirdilər. Çok şükür bugüne çatdı. 38 il idi bu arzu ilə yaşayırdı. Amma inanırsınız, bugünkü sevincimin həddi hüdudu yoxdur. Doğma vətənimdə olduğuma, doğma yurdumda olduğuma ilk öncə can qoymuş, bu yolda can qoymuş şəhidlərimizin haqları ödənilməzdə onlara öz minnətdarlığımı bildirirəm. Onların ruhu qarşısında baş əyirəm. Qazilərimizə, veteranlarımıza Allahdan can sağlığı diləyirəm. Bu siyasəti yürüdü, bizə bu torpağı bəxş edən prezidentimizə təşəkkür edirik. Bugünkü gündə bizə yaranan bu gözəl günlərə görə Azərbaycan prezidentinə öz minnətdarlığımı bildirirəm və o cümlədən şəhidlərimizin qarşısında, onun atalarından, analarının qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı, uzun ömür arzu edirəm. Mən arzu edirəm ki, Qarabağ bölgəsində nə qədər məcburi köçkünlər var, qoy bizi kimi hamısı sevilsin, vətənə, yurda dönsün. Allah prezidentimizə can sağlığı versin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Prezidentimizin ömrü uzun olsun, o dəmir yumruğu göstərir, Allah ona dəymir. Tədbir çərçivəsində Mina Təmizləmə Agentliyinin əməkdaşları tərəfindən doğma torpaqlara qayıdan sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib. Sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydaları, eləcə də şübhəli əşyalar aşkar edildiyi zaman atılmalı addımlar barədə ətraflı məlumat verilib. Bəli, davam edirik. İşğal illərində Azərbaycanın təbiətinə vurulan ziyanın nəticələri bu gün də narahatlıq doğurmaqdadır.